sırdaşısan, Xəzərin sırdaşısan, Sənə ölmək yarman, Dərdlərin dərmansan. Şüşlərin çargahın döngələrində vətən havasını gəzdirən adam, Təbrizin qaranlıq gecələrində zülməti əlindən bezdirən adam, düşdüyü yerindən dostu qaldıran, yardıma bir anda həy olan Xızır, toylarda azadlıq marşı çaldıran, bir millət könlündə adını yazır. Nə yordu istintaq, nə yasak səni, kişinin sözü də, üzü də birdir. Vətən səni sevdi, sən də vətəni. Azadlıq olmayan vətən qəbirdir. Ardından heç kimsə öldü deyənməz. O gedən cisminin yorğunluğudur. Dəmirçi yolundan döndü deyənməz. Azərbaycan yolu vətən yoludur. Milyona bölünüb ürəklərdə sən vətənin mücərrəd qalası oldun. Hər dildə Həsəndir, hər yerdə Həsən. Bu yurdun tək Həsən ağası oldun. Qurtuluş günündə anılacaqsan, bir millət şəklinə dönüb baxacaq. Bəlkə də sevincdən ağlayacaqsan, azadlıq bayrağı dalgalanacaq. İşte bu, türklüğün möcüzəsidir. Bir ölər, milyonla dirilər birdən. Ölməyən azadlıq həmasəsidir. Yaşasın azadlıq, yaşasın vətən. Yaşasın azadlıq, yaşasın vətən. Sevirər kimsə elin, tən vətən aşıqlarıyıq, elinin qəmli günündə yetən aşıqlarıyıq. Elinə kim ki ola arxa o bir insandır, elə bir yolda həyatdan itən aşıqlarıyıq. Bu yolun yolcusu ol, yolda devam ölçüsü ol, düzdə yox, fırtınalardan ötən aşıqlarıyıq. Bağçada güllər açır, min yaşasın bağbanın, çöldə bağbancıdır, gül tək bitən aşıqlarıyıq. Qaş gözə, al yanağa aşıq olanlar çoxdur, elə bir sözlə desək biz vətən aşıqlarıyıq. Belə itkin düşdü, tüləkdəlan, itkin düşdü, tüləkdəlan,
Sarda kəhli ay zalim, alan oldu ay gülüm, alan oldu salım. Gördüm mələyir quzu, boylanır hər bir tərəfə, kömək diləyir quzu, onu töyləyə saldı. Göyləri dəstə-dəstə tutdu qara bulutlar, yağış yağdı, nə yağdı, çimdi çiçəklər, otlar, dağların sinəsindən gör necə sellər axdı. Göyləri dəstə-dəstə tutdu qara bulutlar, yağış yağdı, nə yağdı, çimdi çiçəklər, otlar, dağların sinəsində gör necə sellər axdı. Quzu mənə tövlədən, cücələr hindən baxdı, nindən yana. Nənəm sağol söylədi, elə bildi yoruldum, paltarlar islanmadı, islanan bir mən oldum. Quzu mənə töylədən, cücələr hindən baxdı. Nənəm sağ ol söylədi, elə bildi yoruldum. Paltarlar islanmadı, islanan bir mən oldum. Sağ ol. Bu qızın mazərət. Ustad, nə yaxşı bugünküsünə şeir kitabı, indi 40 gündür zəlzələdən geçir. Şeir kitabı. 40-dır, zəlzələnin 40-dır. Tək şeir kitabı da elə cavanlarımız gətirib paylayır. Bəli, gözə gəlir. Təbrizin Azərbaycançıları verib bunları. Bizə deyib paylayır, biz də gətirib paylayırıq. Arzu elə o uşaqlar bunları oxusun, öz dilimizdədir. Bunları oxusun və yoldaşlarına da öyrətsin. Sən söz verirsən ki, bunları oxuyacaqsan, öyrətəcək, sağ ol. Zəlzələdə kimlərlə işləmişsin, kimlərdən pul almışsın? Deyim, onları mən deyəmərəm. Necə ya deyəmərəm? Bilmirsən kim? Deyim, yox, bilirəm. Demirəm. Demirəm, bunlara çox acıq gəldi. Çox vətər hissləndi. Necə ya, sən iş bilirsən, bura haradır. Sən istəsən bidət qoyasan. Necə ya, demirəm sən gör. Deyim, biri uşağından özündən kəsib gətirib mənə pul verib, apar burada xəşləmişik. Mən onun adını verim burada, gətirəsi burada. Deməzlər ki, bu nə adam nə deyil. Deyim, ona görədir. Yoxsa siz onu hesab eləməyəcəksiniz. Amma ad vermək yaxşı deyir, mən də vermirəm. Kimlərlə işləmişsiniz? Deyir, mən çoxunu tanımır. Elə gəlirdilər, elə gördülər zəlzələdir. Hamı işlirdi, mən də işlirdim. Güzel bize ağlamadı adam elə, qəşəng payladı bu kişi elə burada. İnsafla indiyənəcən bunlar paylayıb elə. İndiyənəcən neçə nəfər gəlib, bu şəraitlə paylamayırlar. Yox. 3 gün elə bu tür verdilər zaminə, Çinə getdi, verdilər. Gör sənə neynərik filan. Bir atışmamız da oldu bir yerində. Yox. Gör sənə neynərik. Sonra gördük ki, 6 ay zindan gəlib. Yox. Etiraz verdik, onu da qəbul eləməyiblər. Təyid möhrü vurublar. İndi ha vaxt çağırmayarlar, bəlkə həyatlarından çıxdı. Çünki hələ bir aydan çoxdur, heç xəbər yoxdur. Xələs kəndidir. Uşaqların birinin doğum günüdür bir. Yəni bugün anadan olur. Möhtəşəm Təbrizdə işıq dünyaya göz açmışam. Məhəmməd Həsən ad veriblər. Soyadımız Hərgüllüdür və varlığımızı, kimliyimizi qorumaq üçün şeirdə, yazıda işimlə ilgili olan Dəmirçi adı seçmişəm. Ona görə bir dənə şeiri var. Onu mən oxuram. Onun da sağlığına bir qabaqdan bir çəpi çalaq. Yeri
gələndə məndən birlikdə oxuyasın. Dünyaya gəldin belə bir gündə sən. Safi. Dünyaya gəldin belə bir gündə sən. Ad elədin bizləri hər gündə sən. Oyatasan gülgədəsən gündəsən. Oyatasan gülgədəsən gündəsən. Gülsün üzün bu ay günün mübarək. Şirin sözün bu ay günün mübarək. Gülsün üzün bu ay günün mübarək. Şirin sözün bu ay günün mübarək. Tut çöreğin kadrini bil kadrini. Tut çöreğin kadrini bil kadrini. Tut çöreğin kadrini bil kadrini. Ellerinin derdini bil derdini. Ellerinin derdini bil derdini. Gülsün üzüm bu ay günün mübarek. Şirin sözün bu ay günün mübarek. Gülsün üzüm bu ay günün mübarek. Şirin sözün bu ay günün mübarek. Azərbaycan buyurdunuz, onu xalq verib mənə və çox güvənləm ona və xalqımızın məhəbbətini heç vaxt unutmamalıyam, unutmaram da. 1324-dən 25-ə dək bir xoşbəxt həyat yaşamışam. Şükürlər olsun. Milli hökumət dövründə. Bir il, 3 gündən sonra nə yazıq ki, o hökumət pozuldu. Yine nanacıq qonşularımızın alveri üzərində, eləcə də hiləsi üzərində. Ondan 2 il sonra məktəbə gedib, milyonlar Azərbaycanlı kimi görmüşəm, oxuduğumuz dərslər başqa bir dildə olacaq. Özgə dilində olmalıdır daha doğrusu. Evimiz, atam, anam artıq məzhəbi olduğu üçün orta məktəbi başa vurmadan ki, bunlar oxurlar, dindən çıxırlar, deyirlər, yağış öz-özünə yağır deyə çıxadıbla dəstən, işə getmişəm, işləmişəm, mekanik üzrə işləmişəm. 18 yaşımda ustalığa çatmışam, 4 il sonra dükan açmışam və Karajda, bir karajın içərisində işlə yanaşı vərzişi götürmüşəm, dağçılıq onun dibində və artıq əlaqəm olduğu üçün mütaliəyə girişmişəm. Məşrutiyə həsr olmuş kitablardan başlayaraq və musiqi ki, bir balaca səsim olduğuna görə musiqi deyəndə, öncə başlayanda elə dağda bəzi yoldaşlarla o digər cümə gəzməklərində və yığıncaqlarda bəzi tanış toylarda oxumaqla qabağa getmişik. 3 bacı, 3 qardaş olmuşuq və hamımız da bir-birimizə möhriban. Sonra evləndikdən sonra 2 oğlan, 2 qızım olub və daha mehriban, xoşbəxt bir ailə yox. Əlbəttə, mən onları çox incitmişəm, bəzi işlərimizlə, bəzi o çətinlikləri görüblər və çoxlu belə bu yolda həzinə qoymuşuq ki, onların haqqından da mən qoymuşam. Ola bilər ki, mən onlardan çox razıyam, kaş ki, onlar da məndən razı olam. Muğamları belə örgəşdik, yavaş-yavaş vərziş aləmində bir neçə il güləşçi olmuşuq biz, Usta Şatiryanla da orada tanış olmuşuq. Gedərdik başqaha, güləşərdik, oradan çıxıb gələrdik. Əlbəttə, oruçluq gecələri Təbrizdə bir neçə qəhvəxanada musiqi olardı. Bir tar, bir qaval, bir də oxuyanlar. Çox adam da parça oxuyardı onda.
Mən də orada hərdən oxuyardım. Bəzi vaxt olardı, bəzi vaxt olmazdı. Ancaq oxuyardım. Və bayaq dediyim kimi ayrı toylarda azaddır. Mən güləş musiqidən qabaqda idi mənim üçün və 3 dönədə Təbrizdə birincilik gətirdim. Ta Karajdan çıxıb biraz irəliyə doğru düşündüyüm üçün Əhrabda bir dükan qurmuşam, Sərqıflını. Sonra şəhrin o zaman şəhərdən eşik sayılan sətt üstündə bir mülk alıb, karac eləyib orada işinə məşğul olmuşam və musiqini orada daha çox genişləşdirmişəm və həman yerdə də muğam klasları qoymuşuq. Əzəldən aşıqəm, mən bir gülüzlü yara eşq olsun. Onun dərdi vurubdur könlümə, min yara eşq olsun. Sazım, eşqimdir xalqım, sevgilim, ruhum Azərbaycan. Kəsilsəm qurban arzımdır, bu düz ilqara eşq olsun. Vətən sevmək günahdırsa, məni kafir hesab etsin. Çəkirsə üstümə hər kim qəmə, qəddara eşq olsun. Həmişə böylə susmaz Azər evladı, coşar hərdən, edəndə zülm evin zalimlərə zilqara eşq olsun. Dəmirçi eşqə düzgün qalmayan alçaqdan alçaqdır. Bu eşqin yollarında qoy qurulmuş dara eşq olsun. Dəmirçi eşqə düzgün qalmayan alçaqdan alçaqdır. Bu eşqin yollarında qoy qurulmuş dara eşq olsun. Bu eşqin yollarında qoy qurulmuş dara eşq olsun. Bu eşqin yollarında qoy qurulmuş dara eşq olsun. İnqilabdan öncə deməli musiqi var idi. Azərbaycan musiqisi də var idi.
Amma çox klasik dəyirdi. Belə hər kəs özü örgəşər deyirlərdi. Biri yaxşı, biri qolay. Və çox meydanı verərdilər Küçəbazar musiqisinə. Və o da Azərbaycan musiqisinin biraz belə abrısına toxunan bir musiqi idi. Yaxçı çalanlar da var idi, tək-tək var idiler, az idiler. O cümlədən Usta Səlimi, Səfərəli Cavid Tehranda yaşardı. Böyük tarçı Əli Dadistanpur ki, çox yuxarı tarçalanıdır. Və Qarmanda oxuyanlarda Əbazər var idi. Tehranda olardı. Təbrizdə Cəfər Rastaqar idi. Mustafa Payan idi. Bu cür oxuyanlar var idi. Yaxçı idilər. Onlar çox yuxarı. Hətta indi də elə CD-lər, navarlar qalır. Necə yuxarı oxuyan olduqları bilinir. Amma meydan onlara da elə indiki kimi o cür yox idi. Elə toylarda ya o zaman kafələr, restoranlar açıq idi. Onlarda oxuyardılar. Bəzən də radioda oxuyardılar, çıxışlar olardı. Və son zamanlarda, o dövrün son zamanlarında televizyonda Təbrizə gəldi, çıxırdılar, çıxış edirdilər. Fərhəngi Hünər bir ansambl düzəltdi. Yaxçı idi, özünə görə yaxçı idi. Amma bir daha yekə İraki gözə dəyirdi və vaqiyyətdir. Örgətmə yox idi. Yazıq vardı, son bala cip var ha oğlum. İşlisən. Yadından çıxdı. Tutulur, belə baxıb, o vadeli təsvir tutacasan, o ravanlayasan, buraxasan. Elə ki, qulağı yatdı da qurtuldu. Bu öyrətmə nə yerləri var idi, nə də biri özü himmət elərdi öyrətməyə. Çox azaraq. Misal üçün, bu pasaj çalıb oxuyanlar var idi. Onlar öz adamlarına öyrədərdilər, öz tanışlarına, bəzilərinə, azaraq. Ümumi yox idi. Hətta biz özümüz Şatiriyanla Orşu gecələri Təbrizdə musiqi olardı. Hüseyn Qənnadı vardı onun qəhvəsində. Təbrizin məqsudu yəni üzbərcində. Çalardılar, biz də gedərdik. Hərdən mən də bizdən oxuyardım. Dedik ki, bizə bir örgədəsən ki, istədik ondan örgəşək. Elə bir şərait qoydu ki, biz gedə bilmədik qabağa. Örgətmənin başlanması şah dövründə ki, mən bunun şahidiyəm və cərəyanı ilə gedirdik, Usta Şatiriyanla başladı. O tar üçün kilas qoydu və gələnlər oldu, yaxçı istedadlar tapıldı.
Hökuməti 85-də tohin elədi bir böyük millətə. Ona görə millətlə də başlayıb çıxdı xiyabana. Biz də onlarla birlikdə millətə bağlı adamlarıq. Elimizə bağlı adamlarıq. Təzahüratda, yürüyüşdə biz də varıq. Oradan iş başlandı, gəldilər bizi tutdular, elədilər, apardılar. 1 il həbs verdilər. İndi özəl klaslarımız olur. Amma keçmiş kimi ayrı müəllimlərimiz ola, Amuska kimi o deyil. Bunlar da onu elə irad tutub ki, siz evdə klas qoymuşsunuz dəstəyiz. Musiqi olmayacaq deyə, haramdır deyə o şeysi dağıtdılar. Və şah dövründə Usta Səlimi ilə Əli Dadistanpura verilən evi aldılar əllərindən. Onu əllərindən alanda bunlar işsiz qaldı, evsiz qaldı və Azərbaycan musiqisi üçün böyük bir faciə gəldi qabağa. Əli Dadistanpur səhd elədi, öldü. Böyük faciə idi, nisbi azad elədilər ki, o azadlıqda düzdür, faslar özü razı deyir, indiki vəziyyətə, hətta indiki vəziyyətə də. Amma onlar üçün elə yox, Azərbaycan üçün çox cüz'i bir azadlıq oldu. Və çox musiqiçilər, çox deyəndə bir neçə musiqiçi şadlaq yedi. Təkcə bu işi məsələn tar çalır. Bu vəziyyət gəldi qabağa. Sonra yavaş-yavaş azadlaşdı. İndi özlərinə lazım oldu. Gördülər, olmur musiqisiz, iş olmaz ki. Əxbar dedi, qutardı yaxçı. Lalamlal, karamkar neynəyəcək? Ağaç görsət, dağ görsət, bağ görsət, bundan olmaz, gərək o. Saldılar, çıxdılar. Ancaq azad olandan sonra yenə də elə toylarda tutmaq var idi ki, hamı da şahiddir. Və bizim özümüzün muğam klasımızı gəldilər, tutdular. Səsi tufan dənizlər başısan, Urmu dəryan səsi tufan
son denizler başısan, parlayan tac-ı tebiyyatda birin yan kaşısan, parlayan tac-ı tebiyyatda birin yan kaşısan, tarihin yaddaşısan, Xəzərin sırdaşısan, Ərş-i-Əlaya çıxan ərkilə dərdin bir olur. Elimin dəyətlərimin dən aşaraq min bir olur. Yenə qurgu qurulub, sənə qurgu qurulub. Azərbaycan şanısan, damarında qanısan, sənə yolmay yalman, dərdlərin dərman sayan. Onda bizim Karacın bir tane tükanlarının birində, dibdə, bucaqda bir tükan var idi, çox daldadıydı. Oradaydı o. Sən demək gəliblər, elə bil ki, timi ev tuturlar. O sayaqda gəldilər, açdılar qapını, çizilər də çaycaq ki içmişdik, iskanları iyilirdilər. Ki görə deyib, bizdə o cüzatlar olmaz. Biz orada kilas geçirik. Azərbaycan seçələri 6 yerdən oxunurdu. Bəm səs bəm yerdən oxuyar. Zil səs, hə. O filan yerdən oxuyur, mən də oradan oxuyum. Deyirlər, səsi özündən uyğundur. Yoxsa ola bilər, o silən oxuyub, sənin səsi baş sil, sizcə gəlin. Tahmin tut. Ya afet dağılsın. Ha? Tutamıyorum diye bir səsi yok. Səs tutur, afet başını oxuma olmaz. Yorar səsi olmaz. Ondan sonra mahnı oxuyacaqsan da. Yok, o estəb bilirəm mən. O çox həsbən var. O istəyirdim benim ona kəsini o hissi aldım. Onu istədim. O zəhmət verməkdən yok. Səsinlə uyğun yeri mid. Yoxsa soldan da oxuya bilərsən. Hətta ladan da oxuya bilərsən. Amma sidən yoxsa səsi yorar bilər. Reylə desən ayı uşaq qalır. Rey özü yaxşı. Çünki bunun sonrası mübaliğə yeri var. Bu çətinliklər var idi. İndi gəlib yetişib bura. Yaxçıdır. Yaxçı oxuyanlar, yaxçı çalanlar, istər aşıqlar ola, istər muğam, orkestr musiqisi ola, Bakıya yaxınlaşıb. Aşıq musiqisi bəzi yerdə Bakını da qabaqlaya bilir. Ki, şah dövründə də elə o cür var idi. Amma milli musiqimiz yaxınlaşmaqdadır, yaxçıdır. Bu yana keçəndə ayrı yöndən baxanda musiqi tək
aşıq deyil, tək muğam musiqisi deyil, təkcə orkestr musiqisi deyil. Musiqidə çox böyük işləmələr var, böyük janrlar var ki, onlara çatmaq bizim üçün adam deyir, görəsən, nə vaxt olacaq? Misal üçün, senfonik orkestr. Təbrizdə cavanlar öz qeyrətləri ilə, öz çalışmaları ilə belə bir orkestr, ansambl yox, orkestr əldə elədilər, konsert də verdilər. Çox da gözəl alındı. Notları yoxdur, havasını bilmir. O zamandan da qalan adam yoxdur. Bəlkə tapılar, elə bir axtarış edir. Azərbaycanın marşıymış o zaman. Ona görə o dövrüyə belə bir zət yoxdur. Sonra gəlir, əlbəttə o böyük insan Azərbaycanda 6 ay Azərbaycanı idarə edib və Tehran qoşunlarını yola salır, gedir Tehrana. Amma sonra yenə Tehran tərəfindən toğutə olur, yenilir və Təbrizdə güllələnir Qəzzaflar tərəfindən. Şeyx Məmmədin qoyduğu Demokrat hizbi devam edir, gəlir Seyid Cəfər Bişəvər. Bir il Azərbaycanda hükümət edir və bunu burada əyləşənlər məndən də yaxşı bilir ki, Azərbaycanda nə abadlıqlar getdi, o bir ilin içərisində, o kasıblıqda, amma gecə gündüz çalışma gedirdi. Mən də onda uşaqdım, yadıma gəlir. Bu dövrədə radio qoyuldu, danışqaq qoyuldu, Zəfər kərxanası qoyuldu, Xəmsə kərxanası qoyuldu, bir çox işlər, xiyavanlar, küçələr qırqım oldu, asfalt oldu. Abiyarı qoyuldu, xət maşın, çox işlər. Mənim bir dostum var idi, rəhmətə gedib, o zaman fədayıymış. O bir xatirə deyərdi. Mən icazəzlə onu bir balaca açıqlayayım. Deyir, gecə saat 2-də keşik durmuşum, fədayıydı. Dəyişban yerində, Bankı Milliyin üzvə-üzründə bir dəyişban baxan binəydi. Onu da çox gördülər, yıxdılar. İndi xiyavan. Çox gözəl bir binəydi. Orada keşiymiş. Deyir, gördüm, bir qərə maşın gəldi. Ayağımı qoydum yerə, dayan. Şofer düşdü, gəldi, dedi, yoldaş Pişəvəri. Pişəvəri də düşdü, gəldi, əl verdi, ona elə kef elərdi ki, mən yadicara, məni gərəksiz, belə bəzər əzdirəsin, mən Pişəvəri ilə əl vermişəm. Elə bir güldürmək üçün, əyləncə üçün deyər. Gecə saat 2-ymiş, deyir, mənim sonra keşiyim qutardı, dəyişirdim, getdim içəri, gördüm ki, sərdə soruşur. Vəziyyətdən soruşur ki, 3 dənə də zindanımız vardı, onlara nəsiyyət elədi, ötürdü ki, özlərindən də ki, xilaf eləmişdilər. Biri deməmiş, getmişdi öz şəhərinə getmişdi, budurda saxlamışdı, onları da deyib ötürdü. Dedi ki, mən axı, bax, gecə saat 2-dir, mən gəlmişəm görüşür, yatdı, yox. Sən bir axı deməmiş gedisən öz şəhərə, bu düzdədir, o da utandı. Belə bir çalışan insanmış. İndi o kaxlarda oturanlar getdilər, alver elədilər, heyif olsun oyğu. Orada onlardan bir neçə marşılar, mahnılar qalıbdı. İcazə versəz bir canı da onlardan oxuyaq. Şayet Azərbaycan cümləmizi şanım sənə həmişəlik yaşa Azərbaycan.
Əslən sanki Bakıdır. Amma himayət olmadı ki, heç ayaqdan çəkmə də oldu, orkestr dağıldı. Ola bilər, milli musiqidə tardır, kamandır, bunlar hətta elə cavanlarımız özləri düzəldirlər o sazları. Amma senfonik orkestrdə belə deyir. Saz var ki, görürsünüz, 15 milyon qiymətidir, 20 milyon qiymətidir. Bunları almağa, ya ona təmrin 100 nəfəri görürsünüz, orkestrdir yaxdır. Bu hardır? Aşıq, muğam filan, elə burada da olar, evlərdə olar, təmrində. O amba yığışa görə ona böyük imkanlar istəyir. Ki, bunlar bir çətinliklərini əldə eləmişdilər, himayət olsaydı, qabağa gedə bilərdi. Məsələn, Bakıdan 50 il qabağa dalı olsaq, bir 5 il yavaş-yavaş yaxınlaşmışdıq. Amma cinayət, himayət olmadı, dağıldı. Ya bale musiqisi, opera musiqisi, bunlar bizdə fasilə çox-çoxdur. Tehranda 3 dənə böyük orkestr var, senfonik. Onun bir, halbuki onda ki Təbrizdə var idi, Tehran kənd idi. Əlbəttə bunlar çoxdular ki, bir dənəsini mən ona qənaət elədim. Amma Pişəvər dövründən, firqə dövründən sonra ki, bir Behrancılar gəldi. 37-də firqədən qalan 5 nəfər eydam oldu, bir təşkilat qalmışdı və şəhərlərdə də bunların hocalar vardı, onlar da dağıldı. Gəldi, ədəbiyyat sahəsində böyük insanlarımız oldu, onlar çalışdılar. Böyük Ustad Fərzanət, Döktür Heyət, Döktür Nıtqi, Profesör Zeytabir ki, bunlar çoxdular və böyük insanlardılar. Bu hərəkətlərdə Səməd Behrancının rolu çox qabarıq idi, çox önəmli idi. Ancaq gəldi, yetişdi 29-u Bəhmənə. Qumda yenə bir haykü oldu, 10-40-ında yenə Təbriz durdu ya. Ki, onu elə mən elə gəl ki, buradakılar çoxu görüb. Ancaq bildiyiniz kimi bu hərəkət inqilaba çevrildi və iş söndü. Dedik ki, hamı dedi, yəni, yaxçıdır, indi Azərbaycanın ləhəqləri yetişəcək. Bir az müddət sonra müzdümüz o oldu ki, gördük, ərki yıxıldı. Və orada bir gözəl bir salon vardı, belə bura oxşardı. Belə gözəl, hətimən gedənlər var, orada görənlər var. Eşitdik oranın bomundan patladıqlar. Getdi ora, gördü ora, sərələnib yerə, belə tikət. Hətta bir tikəsini mən gördüm. Pastar gəldi, tüfənginin də başına bir süngü sərleyizə taxmışdı. Mən deyim, bu, niyə bunlar yıxdılar? Onu uzatdı bir geç, filanxana idilər, geç. O yanda da Greyder işlirdi, ərki sökürdü. Mən gördüm, elə biraz da dayansam, belə elə saldı, çox adam da elə durmuşdu, belə narahat, ancaq söktülər. Ərkin ayaqların, o gözəl tağları, Nəcat mədrəsəsi, Azərbaycanın kitabxanası, ki, hamısı qədimi binalardır. Da biz də əlimizdən bir iş gəlmir, yine bir mahnı işləmiş oldu.
dedi ki, can verirsən, qan verirsən, qan. Çatmış zamanı özlüğün, sevgili canan. Cənnət qucağı, elm ocağı, Azərbaycan. Çoxdandır zaman sənlə yaman bir ləcə gəlmiş. Amma yeməqəm, bir daha millət gücə gəlmiş. Həqqim talanıb, söyləyərək gör necə gəlmiş. Dünya gözünü açsın ki, bu millət gücə gəlmiş. Millət gücə gəlmiş. Sağ ol. Tehranda 3 gün döydür heyət ortoqrafi törəni qoydu və necə yazacaq, necə oxumalıyıq, nə düzdür. Onu qol çəkdilər, alimlər toxu oradaydı. O son gün biz də oradayıq. Musiqi olaraq çağırmışdılar. Çıxışımızı elədik. O çıxışda bir şeirimiz vardı. Şeir kimi oxuyardıq ki, bəlkə bir təsir olar. Gördük ki, hələ təsir olmur, mahnı qoşmuş olur. O mahnını oxudu, rəhmətli dedi ki, çox onu xoşuna gəldi. Dedi ki, bu mahnını törənin sonunda bir də oxuyacaq. Elə qətinamə yerinə bu mahnı oxunca, elə bir ki, qətinamə. Orada oxuduq. İndi Fazma-Atarın gətirər, çalar, mən də tutuq səsindən icazını icazını alacaq ya. Xəlil bəy Rasul Ceydabın şeirini oxudu, Fazma gəlincə, birində mən oxudu. Verir səadətimi alınmışam fəlakətimə, bütün cahanə dəyişməm, inan bu halətimə. Həmişə laylaları yadımdadır anamın, ki satmayan qızıla xəld ilən şərafətimə. Gözüm elindədir düşmən sevilməsin bu qədər, səhənd dağları tək, gözlürəm nəhayətimə. Bizim o məşrutə əsəri ki, deyilən vardı. O, bu mahnının ağ bayraqlar ki, salınır. Salınandan sonra şənlik olur və bu mahnı ilə əsər qutulur. Ondan bir bölüm icazə versələr. Nişan aldık, bayraklar nişan aldık, vırıp bir yere saldık, vırıp bir yere saldık. Düşmandan intikam aldık, düşmandan intikam aldık. Təbriz təslim ola bilməz, dünya belə qala bilməz. Təbriz təslim ola bilməz, dünya belə qala bilməz. Bilsin Rahim Xana, deyim bilsin Rahim Xana, çatıp onun ömrü sona, çatıp onun ömrü sona. Eyni dövlə Rahim Xana, eyni dövlə Səməd Xana, Təbriz təslim ola bilməz, dünya belə qala bilməz. Təbriz təslim ola bilməz,
dünya bile kalabilmez. Gəm qəhər çöktü dizə, qara bulut Təbrizə, öğüt vererdi bize. Başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Sazlarda tel ağladı, dağdaş su seyl ağladı. Təbrizdə el ağladı, başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Solmuş tek barım kaldı, nəğmələr yarım kaldı. Bir susmuş tarım kaldı, başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Kurban olum eline, mizrabın her teline, mahnıda Türk diline. Başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Gebirdaşın öpeydim, üstüne gül sepeydim. Ben de orada biteydim, başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Ruhu bizde dolaşır, karlı dağları aşır. Təbriz xoya ulaşır, başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Kulaklarda sesi var, nəğməsi bəstəsi var, bitməz əfsanəsi var.
Başın sağ Azerbaycan, başın sağ Azerbaycan. Toydu, bir yiğit cavanlarımızın birinin toyuydu ki sonra da uşaqları olub adını qoyublar Savaş. Uşaq oğlunun adını Savaş qoyulub bəy. Orada mən Urmu gölündə Kölə Qəsrə adının mahnını oxudum, çaldım, oxudum. Bu dövlət o digər məsullarına biraz belə ağır gəlmiş ki, bu kimdir ki, bilmirsiniz. Çağırdılar məni məhkəməyə ki, sən getmirsən, toy nədir, Urmi dəryası nədir? Deprim oldu da, bildirsiniz. Orada biz getdik, çoxlu işlədik. Onunla bağlı idi ki, siz gərək icazə alıb gedib işləyəydiniz. Mən də deyirdim, axı necə ora 100 min adam tökülmüş, hamısı icazə almış deyil. Görürük millətimiz cumub qalıb torpaqda, biz də hələ icazə ona istəmədik. Bu, acıqlarına gəldi və biraz elə deyib eşitmək oldu. Sonra verdilər məhkəməyə. Orada 6 ay həbs kəsdilər və biz də çox elə rüşücanlı ilə getdik, çəkdik. Məsələ də el yolunda həbsidir, xəş qoymalardır, cibdən xəşləmələrdir. Bunlar olmalıdır. Həsən Ağa bəy, zəlzələdən söz düşmüşkən, bir video izlədim. Siz həm maddi yardım göstərməklə yanaşı, yəni ki, bu yaşınızda eyni zamanda fəhləlik də etdiniz orada. Azərbaycan məsələsində elə hamının borcudur və millətimiz də çox yaxçı, çox gözəl, çox örgəşməli hərəkət elədilər. Hətta bu zəlzələdə biz bir il elə getdik, orada biz çörəkçixana deyirik da, çörək pişirmək evi düzəltdik kətləri, 2 dənə kətlər. Həsən Ağa bəy, o gölün qurudulmasında hansısa siyasi amil varmı? Türk düşmənlik amili mən görə bilirəm. Daha doğrusu, orada bir türkünlə, bütün türkünlə, tək Azərbaycan yox, öndə olan da Azərbaycandır. Bu düşmənçilikdən sonra ayrı bir zətdəyir. Milli hərəkatın bugünkü vəziyyəti istiqamət edilmir. Vəziyyət necədir? Çox güclüdür. Çox güclüdür. Amma biraz çox onlarla xəşin bərqud olur, belə xəşin qarşılanır dövlət tərəfindən. Ona görə səsi çıxa bilmir. Odur ki, gərək sözün deyə, təqribən elə o səhəndi deyən kimi, o babətdə hər zat yasaqdır. Ona görə zahirdə elə bilinmir. Amma işləyənlər var, işləyirlər cavanlar və getdikcə də savadlanırlar. Yəni, yuxarı savadlı cavanlar var. Açdığınız musiqi məktəbi haqqında danışardınız. Bildiyinizə görə İran hakimiyyəti tərəfindən dəfələrlə bu məktəb bağlanıb, ancaq sizin mübarizliyiniz sayəsində məktəbdə dərslər keçirilir. Bu haqda danışardınız zəhmətinizi. Gəldilər ki, siz burada sözləri türkcə yazmışsınız deyə. Vaxtda biz səninlə danışdığımız dildir də yazmış. Yox, rəsmi dil fəsadı gərək var. Biz də qəbul etmədik və orada olanlar da görür ki, hər zat türkcə Azərbaycanda gedirik və bir fikir, düşüncə tapırdılar. Bunlar qərara gəldi ki, oranı bağlasınlar. Buna daxil bir bahana istəyir. Bir də öyle bağladılar, olmadı, çalışdıq, başladık. Günə sonra bir də 4 ya 5 dönə bağlandı, açıldı. Yəni, elə məhkəmə bəyənən o suç bizdən tapamamışdı.
Azərbaycan dili orada necə qorunur? Yəni ki, necə bu səviyyə çatdırılıb ki, yəni bu Azərbaycan dili hələ də öz səviyyəsində qalıb? Odur ki, orada qalıbdır, odur deyil. Orada iki cür mübarizə gedir. Bir dövlət tərəfindən dili faslaşdırmaq mübarizəsi gedir. Çalışırlar ki, sözlərin çoxu farsça, ərəbcə qatsınlar ki, türk sözü yavaş-yavaş azalsın. Bu yandan da o başa düşən adamlar çalışır ki, dili təmizləsin. Qoşduğu muğamları da bizim böyüklərimiz adların ya ərəbcə, ya farsça, ya ayrı dildə verirdilər. Misal üçün Segah Zabul Azərbaycanda yarandı. Azərbaycanlıların yaratdığı muğam, yaxud, bu özünə uyğun ad verilmir. Zabul. Zabul şəhəri var Türkistanda. Onlarla bağlıdır. Heç orada da otur oxumazlar. İndi nəyə görə belə eləyiblər ki, biraz üstünlük versinlər, biraz məsələn dəyər versinlər, oyumuş, ya ki, baba, fərqi yoxdur, elə mən eşitmişəm, belə bir zat. Biraz baş soğuqluq olur. Ya məsələn Segah. Segah yəni 3 mövqeyli. Yəni 3 faslı. Gah da yəni yeri mövqey. Ya o cür də Segahda. Bu kitabda bu Azərbaycan muğamlarının dərsli idi. Biz orada məktəbimizdə bu kitabla dərsli keçirik. Və muğamların adına uyğun adları da burada gətirmişik. Azına biraz bir %10'un 15'in gətirə bilmiş. Ona görə ola bilər ki, elə adları ki biz seçmişik, onun içində yanlışlıqlar da olar. Rəhmətlik Bəxtiyar Vahabzadənin yanına dedim, ay oğlan, çoxdandı gərək olmayıb. Çox yaxşı fikrə düşmüşsün, çox da möhkəmliklə dedi, təkidinə ki, bunu hətmən eləyir, bu hətmən olmalıdır. Öz də əli ilə nədir, öz də o taydan olmalıdır. İranda 72 yaşlı tanınmış Azərbaycanlı bəstəkar azadlığa çıxıb. Xəbər verilir ki, Həsən Dəmirçi aprelin 27-sində günorta saatlarında həbs cəzasını bitirdikdən sonra Təbriz mərkəzi həbsxanasından sərbəst buraxılıb. Qeyd edək ki, Dəmirçi 2013-cü il noyabrın 4-də səhər saatlarında İran İnformasiya Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbriz şöbəsinin əməkdaşları tərəfindən evində həbs edilib. Azərbaycanlı bəstəkara həbsdə saxlandığı müddətdə ailə üzvləri ilə görüşə maneə yaradılıb, vəfat etmiş bacısının dəfn mərasimində iştiraka icazə verilməyib. Yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən Dəmirçi müxtəlif psixi təzyiq və təhqirlərə də məruz qoyulub. O, Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə indiyədək bir neçə dəfə tutulub. Ötən ilin iyulunda Təbriz məhkəməsi Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, Azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilinərək 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilmişdi. Hər kimsədən kim istədim ondan cəfaya, gördüm
Kimi bir vəfa dünyada gördüm bir vəfa ya gördüm. Kim dərdin izhar qıldın istəyib dərman, özümdən həm bətər bir dərdə yolub mübtəla gördüm. Aman Qayğısını çəkən və ömrünün lap son günlərinə dək qələm çaldı ki, bayramdan bu yana qışların şəkəri var idi, qışlarını kəsmişdilər ki, sonra yaşaya bilmədi, heyf oldu. Amma uzun ömründə olduqca yazdı, yarattı və gözəl şeirlərlə, gözəl kitabları var, gözəl şeirlər yazıb. Bir də Azərbaycan musiqi anışqahında onun 2 mahnısına, 2 şeirinə mahnı qoşmuşuq. Əlbəttə, yeri olsa, bəlkə biri, və o dostlar ki, gələcək, çoxu gəlmir, biraz yolun uzaqlığı, biraz iş günü olduğuna görə ola bilər, amma bir təhər bir çıxış eləməli yox, heç olmasa mahnıların biri ilə. Ustad Azərbaycan tarixin nəzmə çəkir. Belə çox təkmil, mən orada kitabında gördüm. Bəlkə də gələcəkdə burada onun üstündə işləyərlər, onu ərəb əlifbasında çıxa, öz dilimizdə. Demək olmaz, həmişə belə qalmaz, qadın şeiridir, təbriz təslim ola bilməz, dünya belə qala bilməz. Vaxt olar, odur, o diyar sandıqxana şeirləri çoxdur. Amma ikinci məclisin ikinci istəyi Xurdadın biri 85-də ona görədir. Onda buradakılar elə demək olar, hamısı görür, hamısı gördü. Və çoxları da burada deyil, çoxları burada deyil. Yəni elə bir iş oldu ki, Azərbaycanı birləşdirdi bir-birinə. Şəhərlər bir-birinə düzləndi də biraz var. Əyri baxmaqlar filan, bu filan, Təbrizli, bu Ərdəbilli filan, bunların çox-çox yığışdırdı. Və bir dana elə bir referandum demək olar onu. Daha doğrusu, millət öz istəyin görsətdi. Və bizim hörmətli dostumuz, əziz yazarımız, İsali cənabları bu, onun qazeti və bu əksi görsədir ki, o gün nə oldu və şəhərlərin cavab verməsi çox gözəldir. İnanılmazdır. Çox adam zindana getdi, bizi də tutdular, vardılar. Bir gecə orada ki, əlbəttə, əyləncə üçün
Bunu deyim ki, çox da qüssəli olmayaq. Çünki budur böyük kişilərimiz var. 90 il ömründə elə yazdı, yaratdı. Ona görə hərdən bir gülüş də dodağımlarımıza gəlməlidir. Bir Ərdəbilli gəldi ora, deyirdi ki, 5-ci gecə idi, Xudadın 5 idi ki, görüşmüşdülər milli faalların başçıları ki, canı sağ olsun Abbas bəy də oradaymış ki, şuarları yazırdılar. Deyirdiler, yazırdı ki, haray haray mən Türkəm, Azərbaycan milləti çəkənməz bu zilləti, bunlar deyilirdi, yazılırdı. Geldi yetişdi ola ki, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun, dayandı bir. Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Abbas Gündəzdə deyil, olsun da yoktur. Ne olacaq, elə olmalıdır, geçmişləri olub eləyib. Bir axı, millətə görə bazı adam narahat ola bilər Ərdəbildə ki, axı Təbriz necəyəm başsın. Salırlar, çıxırlar, biraz götür boyu elirlər. Bilməm, Abbas bəyim kim imiş, hansı deyir, yaz ora, Azərbaycan biri olsun, dahi neyini, yox, mərkəzi Təbriz olsun. Onun sabahası çıxdılar və Abbas bəyim çox elə bir dolğun nütqələrdi, danışıq apardı, işində gördü. Ta 25 şəhər cavab verdi. Mən də orada gördüm. Neynəmiyim? Bu işlərə belə bir bizzat yazım. İldə bir əvəzat belə bir şehri kimi yazaram. Yox. Bir daha yazdım. Yadımda olanların icazə versəz, vaxtı çox tutmasa oxuyayım. Deməli, 1385 Xurdad ayının biri bugün saat 4:15 dəqiqə Bazar adındı başlandı. Haray haray mən Türkəm, bir neçə iyi cavan başladı. Hardan çıxdı o tezlikdə motorlar gəldi, saxladı. Biri sürür, biri dalısında oturub Batun əlində. Sərf 4 ya 5 rədir budur, 5 düzülmüşdülər, 3-4 rədir. Biri qabaqdaydı. Fərman verdi, həmlə. Motorlar sürdülər o, təzahürət eləyənlərin üstünə biz dedi, o indi əzdilər olardı. Bir bozanlı adamların üstündən baxdım və gördüm özləri sərələnib yerə, yıxılıblı yerə. Və təzahürət eləyənlərdən də bir neçəsi. Sonra əmin tərəfindən bir cənə dəstə gəldi ki, doğun qabağın əslən alanmadılar. Məmurla zatlar qalmışdı, çəkildi ki, iş etdi qabaq. 4-15 dəqiqə millət çığırır, Türkəm halay, haqqımı damma. Millət çığırır, Türkəm halay, haqqımı damma. Dövlət bağırır, vur batımı, vurdular amma. Sanki xoruzun üstünə narin cücə gəlmiş, dünya gözün açsın ki, bu millət cücə gəlmiş. Könlüm açılıb, ləzzət alıb el yürüşündən. Zənciri qıran sanki çürük tel yürüşündən. Tarix yaradan Təbrizimin sel yürüşündən gündüz yürüşə başlayıb, axır gecə gəlmiş. Dünya gözünü açsın ki, bu millət cücə gəlmiş. Türkün beşiği Urmiyə tufan qoparıbdır.
Torpaqlarına göz dikənə göz qabarıbdır. Neymətli muğam son sözü söylər qutarıbdır. Əllər bir olub, millətə birlik vəcə gəlmiş, dünya gözün açsın ki bu millət gücə gəlmiş. Dağın ulduzu tək parlayır ölkəndə bir ulduz, pak etmiş halal əndiyini süt ana tümrüz. Qaflan səyağı qartal olub, qayğılı sulduz, haqqın talanı söyləyərək görür necə gəlmiş. Dünya gözünü açsın ki bu millət gücə gəlmiş. Xoy tarixi bir cüzgü kimi göz qabağında. Yad ellilərə diz çökülüb öz qabağında. Zəncan dayanıb ön cibhədə köz qabağında. Düşman gücəlib üstümüzə gicə gəlmiş. Dünya gözünü açsın ki bu millət gücə gəlmiş. Ey astaramız, şanlı Firidun gözü səndə. Firidun İbrahimi 1325-də Təbrizdə dara çəkildi. Ey astaramız, şanlı Firidun gözü səndə, qalıq yardım ilə Ərdəbilə. Ey astaramız, şanlı Firidun gözü səndə, qalx yardım elə Ərdəbilə. Orası yadımdan çıxır. Sonra o bölümü keçəkdə orası deyirəm də bizdən bir olur. Ey elm ocağı, ey marağa, qalxdın ayağa, qeyrətini eylədin eylan, çıx bir rəsədə, qaynaşır milyonu Tehran, sanki Ərəfatda hacılardır, həcə gəlmiş. Dünya gözünü açsın ki bu millət gücə gəlmiş. Bir əsridir ki, can verirsən, qan verirsən, qan. Sözün axırı Azərbaycanın özünə xitabdır. Bir əsridir ki, can verirsən, qan verirsən, qan. Ey elm ocağı, Azərbaycan, çoxdandır zaman sənlə yaman bir ləzə gəlmiş, amma yeməqəm. Bir dahi millət gücə gəlmiş, haqqın talanı söyləyərək görür necə gəlmiş. Dünya gözünü açsın ki bu millət gücə gəlmiş, millət gücə gəlmiş. Sağ ol. Paşa,
Təbrizin bazarında iki əsnaf varmış. Biri çox bahalı parça satarmış, bəzdə almışlar. Biri də bezdən xamdandır, ucuzlu satarmış. Bu ucuzlu satanın bazarı tutub, müştərilər düzülüb, o birsinə də atmaca atır hərdən. Şuxluqları da var, atmaca atır. Ha, necə 4 metr gəl görüm, qoyur qeyçinib, cır olur gedir. De, sən neçə metr? De görüm, yoxlayanlar var, çək olanlar var, filan ona deyir. O da baxır, satır, axşam çağır, axşama yaxın bir dəstə ailə girir içəri. Ki, bizi Hacı filan kəs yolladı, biraz qumaş, biraz hərir filan, ondan verir, yaxdır. Neçə metr filan kəsirlər, yaxdır. Deyir ki, Əşəbəd Əli, neçə satmısa? 24 tümə o zamanda qədim söz. Deyir, ha, 1000 cırova bir cır vururam, 68 tümə. Bunu ona al verirdi, o da. Bu bir xurdat, mənə elə gəlir ki, 100 il bundan, yəni Rıza Şah iş üstə gələndən başlanan bu şovunisti bərnamə bizim həqlərimiz yiyilməl, bir xurdat bunların o mincirına bir cır vurdu. Bir xurdat elə bir zat. Və bunu yaddan çıxartmaq biraz yaxşı deyil, ya məzhəb baxımından desək, günahdır, ya elə dəyər verməmək biraz çox dalı iş görünür. Yəni, indi Təbrizdə 3 milyon adam gələ bir neçə yerdə, neçə evdə heç olmasa, salon ki ola bilmir. Və biz də elə az əzizlərimizi çağırmışıq ki, coşulu olmasın deyərlər, bəs ki, nədirdir? Bu azdır. Hətta Şəhristanlarda, biz Şəhristanlarda olan dostlarımızdan istəməliyik ki, onlar da xurdat biri gələndə belə bir tərpəniş olsun, hərəkət olsun. Ancaq il çatıb 85-ə Təbriz ayıq, millət diri. Keçdi tarixə qızıl hərfi ilə xurdadın biri. Bu xurdadın biri və daha ayrı günlərimiz İbrahim yaddan çıxmamalıdır. Bunlar yeri gəlir, keçən dövrə dil günü idi, yoldaşlarımızın çoxu ayrı yanlarda idi. Halbuki tək bir xurdadı demirəm mən. Tamam o günlərimiz ki var, ona görə biz artıq dəyər verir. Ailələrimiz, xanımlar, buradakılar hamısı gözəl düşünürlər. Amma işi, məsələni başa düşməyənlər də var. Bunları başa salmaq, törənlərimizdə elə ailələr çağırmaq ki, hələ məsələni başa düşmürlər. Ya Azərbaycan həqlərin elə bətər bilmirlər, onlar gəlib, elə o musiqidən, o gedişatdan, şeiridən, toplantıdan, necə təmiz, necə pak gəlirlər, gedirlər. Hər kəs özü öz payını oradan götürə bilər. Arzu olur ki, xanımlarımız hətta yeridir ki, xanımların özlərinin bir toplantısı olsun. Şöhrəti, Azərbaycan səsənləri, yürü yaşayacaq şöhrəti, adım mənim öz adımdır, sənsiz mənim məmlətim, adım mənim öz adımdır, sənsiz mənim məmlətim.
sarmasın. Erdebil Təbrizim qurbanın kəsim. Erdebil Təbrizim qurbanın kəsim. Qarabağ, Qaradağ kəsilməz səsim. Qarabağ, Qaradağ kəsilməz səsim. Yurdumun arxası ulu Zəncanım. Yaşasın, yaşasın Azərbaycanım. Yurdumun arxası ulu Zəncanım. Yaşasın, yaşasın Azərbaycanım. Gülşende utanır bülbül vermesi. Gülşende utanır bülbül vermesi. Benim meslekimden, benim yolumdan İnsanlar hamısı dostum kardeştir. İnsanlar hamısı dostum kardeştir. Ancak bir sözüm var bende insana. Ancak bir sözüm var bende insana. Elim var, dilim var, yurdum yuvam var. Elim var, dilim var, yurdum yuvam var. Yerden çıkmamışam göbelek gibi. Yerden çıkmamışam göbelek gibi. Adamım hakkım var, elim obam var. Adamım hakkım var, elim obam var. Çağırırız Üstad Mesela Demirci. Sağlıklarına güzel bir el sağlık. Her milletin öz toprağı var, öz dili vardır. Dil yardımı deyirlərin, el də dilə yardır. Dünyada ana doğma dili bilməmək azdır. Çoxdandır qalıb od vurulan köz dilimizdə. Yazmaq, oxumaq olmalıdır öz dilimizdə. Azər balası illər uzun təhqir olubdur. Kimsə danışıb dil sözünü təkfir olubdur. Çoxlar bu dili kəsmək üçün əlbir olubdur. Sanki çıxarıb min bir iki göz dilimizdə yazmaq, oxumaq olmalıdır öz dilimizdə. Niskildir bizim evladımız qunçada solsun. Qoy sevsin uşaq, doğma dili ilə yaşad olsun. İllərdir yasaqlarda qalan dil azad olsun. Yazsın bu elin öz balası. Söz dilimizdə yazmaq, oxumaq olmalıdır. Öz dilimizdə, öz dilimizdə. Hamıca xoş gəlmisiniz deyirəm. Çox zəhmət çəkmisiniz, uzun yol. Amma istək çox, məhəbbət eləmisiniz. Sonra dilin əhəmiyyəti mənə elə gəlir ki, təbiətdə də hörmətlidir. Təbiət dili, təbiət ya Tanrı, Allah kimdir yaradan, elə yerdə yaradıb ki, 32 dənə müsəlləh qorucusu var, gözətçisi var. Və elə yerdədir ki, insan baxsan görürsən, maşındayıq, damdan düşür. Hər cür yaralı, hər cür çətin nə olur?
Amma o nə ilə içəridə isad olmur. Bəllidir ki, bunu təbiət özü qoruyubdur və biz də borcumuzdur ki, dilimizi qoruyaq. Necə ki, hər millət, hər insan, hər bir adam öz dilini qoruyar, biz də dilimizi qorumaq üçün bugün burada toplaşmışıq ki, əlbəttə yeniyetmə uşaqlar, şairlərimiz, çalışan insanlarımız çıxış eləyəcəklər. Ona görə mən öz növbəmdə vaxtı çox yubatmaq istəmirəm, bir ayrı şeiri də var, vaxt olsa sonra oxuyaram. Olmasa dostlarımız çoxdular, onlar oxuyacaqlar. Mən bir daha təşəkkür edirəm, xoş gəlmişsiniz deyirəm, mikrofon verirəm. Ahmetciğin özüne göre kimi çağırmalı. Sağ olun. Geldiğin ki istelle versinler Astarı'ya. Astara üstünde olsun, xeyirler de geçsin oraya. Ona göre... Çiğlam Usta'nın adı. Hem Çiğlam Usta'nın. Ona göre bir şeir edimde yazmışam ki, mahnısını da koşuram. Mahnı olup okunacaq. Eller çıxarlar seyrana, sel tək gələrlər heyrana, heyran gəldiyi. Eller çıxarlar seyrana, sel tək gələrlər heyrana, görkəmdir Azərbaycana, dağ kimi durdun. Astara, cənnətdir yurdun, Astara. Səndə var tarix nişanı, igid insanlar sultanı, Türk oğlunun qəhrəmanı, şanlı Firidun, Astara, cənnətdir yurdun, Astara. Çərxi fələk dönər bir gün, zülm ateşi sönər bir gün, haqqa çatıb gülər bir gün, səfalı xalqın Astara, cənnətdir yurdun, Astara. Çox sağ ol. başın sağ olsun. Azerbaycan senin 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 başın
Dəmirçi. Eşqə düzgün qalmayan alçaqdan alçaqdır. Bu eşqin yollarında qoy vurulmuş dara eşq olsun. Eşq olsun. Və eşq olsun Həsən Azərbaycana. Dedi və düzgün qaldı. Sabit qaldı. Sözündə, işində, düşüncəsində. Həsən Dəmirçi bir ailənin yox, Təbrizin yox, Azərbaycanın yox, bəlkə Türk dünyasına şərəf verən bir şəxslərdəndir. Niyə ki, hamımıza böyük dərs verdi. Millətçi və millət. Hünər aləmində, musiqi aləmində yarattı, yaradanlar yarattı. Zərafət və incəlik hünər aləmində, sərtlik, sarsılmamazlıq və dayanış, dirəniş mədəni mübarizə aləmində. Bu ikisini paralel apardı qabağa. Heç bir nobrisinə bahanə tutmadı oportunistik davranışlara. Həm zaman həm Həsən Azərbaycan sazla, tarla, sözlə oyatdı, direndi. Həm milli mücadilə və milli mübarizə ərsəsində. Və təbiidir, Təbrizə bu yaraşar. Təbrizə Səttərxanlar doğulmaq yaraşar. Bağırxanlar yaraşar. Təbrizə Həsən Azərbaycan doğmaq yaraşar. Və doğacaqdır. Kuşku olmasın. Kimsə könlündə sövünməsin. Minlərcə Həsən Azərbaycan var. Bu torpaqlarda əgər keçmişdən yaşayıb və yatıblarsa, bugün bu toprağın üzündə olanlar, gənclər bunu çox yaxşı düşünürlər. Və mən yenə təkrar edirəm, bu gözəl şeiri keçmişdə əgər olubsa, gənclərimizə xüsusən. Bastığın toprağa, bastığın yerlərə topraq deyərək keçmə, tanı. Düşün altında kəfənsiz yatanı. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən şəhid olmuşsan, incitmə yazıqdır atanı. Vermə dünyaları alsan da o cənnət vətanı. Kim bu cənnət vətanın ırğına olmaz ki fəda? Şühəda fışqıracaq, toprağı sıxsan şühəda. Canı canı! Azərbaycan var olsun! İstəməyən kör olsun! Azərbaycan var olsun! İstəməyən kör olsun! Canı cananı bütün varımı alsan da xuda. Etmə gil tək vətənimdən məni dünyada cuda. Dalqalan, dalqalan göydə şəfaqlar kimi, ey şanlı hilal! Əbədiyyən sənə yox, ırqıma yox izmihlal. Haqqıdır haqqa tapan millətimin cahı cəlal. Həsən Azərbaycanın vəsfində gözəl böyüklərim, əzizlərim buyurdular. Həsən Azərbaycanı hamı tanıyır. Tanınmışı tanıttırmaq, tanıttırana xas bir şərait yaratmaz. Amma mən fəqət bunu yazırım. Həsən Azərbaycanın, burada bir söz gəldi qabağa. Mən Buğranın, o sözü Buğranın mütləqən xoşgönüllü olduğunu biliyəm, amma bunu deyim. Kimsə minnət qoymasın Həsən Azərbaycanı burada və qəti hünərməndanda bastırıb. Həsən Azərbaycanın bastırılacaq yeri və ağırlanacaq yeri Məqbərət-ü Şüərə idi. Təbiidir. Həsən Azərbaycanı 2 il bundan qabaq dustaqlarda işkəncə altında saxlayanlar mütməyindən gərək bunu bilirlər ki,
onlar bu məclisi müdət eləyəlməzlər. Arkada təhdid, icazə verin, öz məsuliyyətim. Tamamən öz məsuliyyətimdən. Mənə deyirlər... Və buradan soruşuyam. Sözü tutarıyam. Son olaylar. Və bu Həsən Azərbaycanla ruhun şənidədir. Çünki onun canı, ruhi Azərbaycanın irəliləməsindəydi. Milli hərəkətin irəliləməsindəydi. Azərbaycan haçan susmağın və haçan qalxmağın çox yaxşı bilir. O, Azərbaycan milləti bugün bunu başarmayıb. Tarix boyu başarıdır. Kimsə sevinməsin 4-5 dənə köpük təki və Hubabi hərəkətin ardına düşmədi Azərbaycan, xüsusən Təbriz başda olmaqla. Oturdu və fikir eləsin ki, Azərbaycan susmağın zəifindəndir. Yox, bu eyni qüdrətdir. Eyni qüdrətdir. Və Azərbaycan hər meydandan, hər fürsətdən, hər meydandan yararlanıb öz gücün görsənəcək. Eşitəklər hansı alternatiflə məşğullar onu bilsinlər. Özlərine rəbti vardı. Azərbaycanın təhvil alternatifi var. Milli hərəkətin cızıqlarını riayət edərək azadlığa doğru getmək. Ne solcuyuk, ne solcu, milletçiyik, milletçi. Ne solcuyuk, ne solcu, milletçiyik, milletçi. Ne solcuyuk, ne solcu, milletçiyik, milletçi. Kesinlikle bugün o düşünceyle ki haçan oturup ve haçan duracaq ve haçan hansı işleri görəcəklə davranan gənclərimiz özəlliklə və bu gənclərlə yanaşı bizim gənc qızlarımız və bacılarımız və analarımız nə edəcəklərini daha yaxşı bilirlər. Hər bohran gəlsə Azərbaycan köpük dörsün üzündə. Azərbaycan çim dörsün üzündə. Azərbaycan milləti minlər illər tarix və kökü vardır. Hər mehinəngərimizlə, hər balaca suyla, selinlə yerindən oynamayacaq. Azərbaycan milləti bu kəz quşqusuz ki öz yolunu tapacaq və irəliləyəcək və qayi azadlığına çatacaq. Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Yaşasın azadlıq! Və yaşasın Həsən Dəmirçinin yolunu devam eden insanlar. Həsən Dəmirçilər yaşadılar, bize ders verələr. Yaşamadılar, fəxr qazanalar. İndi biz onlara fəxr eləməliyik ki, belə insanlarımız möhkəm dayandılar, satılmadılar, sarsılmadılar, məqama, şöhrətə qorxmadılar və bu günləri bizi onların ulu ruhi yığıb bir yerə. Baxuz, əzəmət buna deyər. Böyüklük buna deyər və millət buna deyər. Onlar ki, bəzi məsaillərlə məşğuldular. Mərdum budur, sevgi budur, məhəbbət budur. Həsən Dəmirçini sevmək budur. Niyə? Çünki saf, sadiq, şərəfli və sarsılmaz Azərbaycan uğrunda əlindən gələni etdi. Mən saylaşdırmayam. Çox da incitməyəm burada. Saxlamayam sizi. Başınız olsun. Azərbaycanın başı sağ olsun. Yaşasın Azərbaycanımız və özgür Azərbaycanımız. Yaşasın! Yaşasın! Yaşasın özgür! Milletçiyim, milletçi! Ne solcuyum, ne solcu! Milletçiyim, milletçi! Ne solcuyum, ne solcu! Milletçiyim, milletçi! Ne solcuyum, ne solcu! Ölümün gücü, aziz dostlar. Ölümün gücü, el yeridir. Mərdin kervanı başladı, dalınca el yeridir. Yaşasın Azərbaycan, yaşasın Həsən Azərbaycan. Yaşasın!
Azərbaycan Sen benim hürriyetim can şöhretim. Azerbaycan sen benim hürriyetim can şöhretim. Adım benim öz adımdır, sensiz benim ne kıymetim. Adım benim öz adımdır, sensiz benim ne kıymetim. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa Azerbaycan. Sabilerin kör nefesi, nefesimiz o beşlerin. Sabilerin kör nefesi, aklımızda yaşar bizim. Babaların ayak sesi, aklımızda yaşar bizim. Babaların ayak sesi. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa Azerbaycan. Biz tarihe sığınmadık, düren vardık bugün varız. Biz tarihe sığınmadık, düren vardık bugün varız. Biz özgürce güvenerek geleceğe adımlarız. Biz özgürce güvenerek geleceğe adımlarız. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan, 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 yaşa yaşa Nechistání nevzatého toho buyurtular mülafatini şesensiz muhafazalarını sever mesela. Her gece o keder, üsse felaket sensiz, her nefes çektim keder, geliyor saat sensiz. Her nefes çektim keder, geliyor saat sensiz. Sen o
Allah'tan sağlık istedim Ustad Cəmil Sevirəm, növbət Ustad Dağlıqarın növbəsidir, Səttar Dağlıqar. Diğer əzizim dolu düşdü, bağlara dolu düşdü, əzizi ölən gələr, ananın yolu düşdü. Əzizim Qarabağlar, ot yanar Qarabağlar, dərdini bilə hər kəs, ölür tək Qarabağlar, ucalı sarısan. Mən əziz qonaqlarımızın hamısına xoş gəldiyini deyirəm. Ayaqları sağlamasın, Ustad Hasan Qəzir Meyasına gəlmişsiniz. Bəli, Ustad Necəti buyurdular, Füzuli həmcümənindən. Mən istəyirəm Həzrəti Füzulunun bir beytini nəqliyəm. Bəs ki, hicranındadır xasiyyət-i qəti həyat. Bəs ki, hicranındadır xasiyyət-i qəti həyat. Ol həyat əhlinə heyran ki, hicranındadır. İndi sənası Azərbaycanımızda olacaq. Dünyanın böyük bir ruşəsində Həsinazın ölümünə ürəkdə yananlar oldu. Azərbaycanın xalq artisti Asər Məhdudə öz səhvəsində başsağlığı verdi. Eyvəznaha bir şəllə yazdı, bir kiçik tabutda bir zaman gedir. 40 gündür mən o cümlənin ağırlığından çıxa bilməmişim. Cami Təbrizli yazdı, Məmriksən Təbrizli yazdı, çoxları yazdı. Amma çoxları da yazmadı. Bilmirəm nə baxasını yazmadı. Amma ki, mən istəyirdim, Füzuli babamızın bir beytiyle deyəm, sonra mənim və ürəyimdə keçən sözlərimi şeir formasında sizə çatdırım. Edəməm tərki Füzuli, sərkûyin yarı. Edəməm tərki Füzuli, sərkûyin yarı. Vətənimdir, 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 vətənimdir. Allah rəhmət eləsin. Həsən Ağa Demirci Azərbaycanın şərəfinə sonsuz hörmət və sevgi bilir. İtirdim dünyamı göz görə görə, İtirdim dünyamı göz görə görə, bir kiçik tabutda bir cahan gedir. Kirpiç döyə döyə, diz döyə döyə, gözlər arazlanır, arazdan gedir, bir kiçik tabutda bir cahan gedir. Mənim əlliyimə çatdıran adam, varlığı qanıma hopduran adam, alçaq saxtıma qan duran adam, elin sərkərdəsi bir xalqan gedir, bir kiçik tabutda bir cahan gedir. Yorgun ənəl-həqqim gedir asıdaca, yorgun ənəl-həqqim gedir asıdaca, cismindən soyunur, çıxıb meyraca, yoldan saxlayan muhtar kamansa da, gəzər, qoşman gedir, silvan gedir, bir kiçik tabutda bir cahan gedir. Dalsınca ağlar gözlərə baxmır, nə zindan, nə təhdid ürəyini sıxmır. Düşmənlər önündə fədai qorxmur, Qarabağ şikəstdən bağlı qan gedir, bir kiçik tabutda bir cahan gedir. Secahı güneşdən iskil yoğurur, secahı güneşdən iskil yoğurur, Səttarxanı hey hey, hay hay varır. Ərkinə söykənir, Babək çalır, əskimin səzarı, Həsənxan gedir, bir kiçik tabutda bir cahan gedir. Tutduğu yolundan gələcək bir də, azadlıq eşqi ilə coşacaq bir də, ana, vətən, sevgi mahnısı dildə, yurdumun məddahı Qəzəlxan gedir, bir kiçik tabutda bir cahan gedir. Gedir dilimizin elçiliyinə, gedir dilimizin elçiliyinə, məktəbsiz yurdumun dilsizliyinə, çağırır dostların el birliyinə, Ərdəbil, Təbrizdən, Zəncandan gedir, bir kiçik tabutda bir cahan gedir. Çiğinlər üstündə yaralı bayraq, çiğinlər üstündə yaralı bayraq, bu kayda sağlam
bir cahan gelir. Ey gurur kaynağım, ey ulu insan. Ey gurur kaynağım, ey ulu insan. Vətənə can verir, vətən verir can. Azərbaycan ağlı yalvarır dayan. Dəmirçi altında bir dastan gelir. Bir kiçik tabutda bir cahan gelir. Ruhunu şahına bir səvat yaşayır. Allah hamımıza ömür etsin, nəsil gətirişlər inşallah. Deməli biz hər il Şəhribərin birində, yəni atamın ad günü bura yığışlar qurdular. Ailənin kiçik olsaydı da bir o cüdən əziz sayar. Bu ildə tüm günlərimizdə gedər. Mən özüm və o birisi uşaqların tərəfindən, Maziyarın, Solmazın, Sonan tərəfindən adamın o deyə əlindən öpülür. Bu şəxsidən ki, 48 il atamın arxasında olub, hər çətinlikdə onunla olub. Gəmgəhər çökdü bulur bize öğüt verirdi bize başın sağ Azerbaycan başın sağ Azerbaycan sazlarda tel ağladı dağdaş su sel ağladı Təbrizdə el ağladı başın sağ Azerbaycan başın sağ Azerbaycan solmuş teçvarım qayandı nə mənən yarım qayandı solmuş teçvarım qayandı nə mənən yarım qaldı bir susmuş tarım qaldı başın sağ Azerbaycan başın sağ Azerbaycan Mizrabın her teline Mahnıda Türk diline Başın sağ Azerbaycan Başın sağ Azerbaycan Gebir taşın öpeyim Hüsüne gül sepeyim Gebir taşın öpeyim Hüsüne gül sepeyim
Təbriz toya ulaşır, başın sağa Azərbaycan, başın sağa Azərbaycan. Bağlarda sesi var, nəğməsi bəstəsi var. Bağlarda sesi var, nəğməsi bəstəsi var. Bitməz əfsanəsi var, başın sağa Azərbaycan, başın sağa Azərbaycan, başın sağa Azərbaycan, başın sağa Yollardan küçük hayal. Zəhmət olsun. Yığılmış yollardan küçük hayal. Gören bu çöllerde kimin var mı? Ve felsefesini izah eden Eşq olsun şeirinden bir bənd ilə başlamaq istəyirəm. Vətən sevmək günahdırsa, məni kafir hesab etsin. Çəkirsə üstümə hər kim qəmə, qəddara eşq olsun. Türkün bir sözü var. Deyər ki, bir yerli olmaq üçün o torpağın üstündə nəyim var? Yox. Onun altında kimlərim var, nələrim var önəmlidir. Bu məzarlıqda kimlərimiz var? Əzizlərimiz, yaxınlarımız, yoldaşlarımız, dostlarımız,
Kimləri bu torpağa tapşırdı? Hüzün və kədərlə, göz yaşı ilə və sonra yaslarım tutdu. Həftələrin, 40'ların, illərin, bəziləri unutuldu. Bir il tez, bir il geç. Ancaq biriləri var ki, heç bir zaman unutulmur. Yaddan çıxmır, onların bizlərin ürəyində iz və zehnimizdə xatirə buraxanlardır. Və onların içərisində elə biriləri var ki, sadəcə bir-iki nəfərin ya bir qrup, ya ailələrin yox, bəlkə də bütün bir toplumun və bir ulusun yaddaşında qazılıb və əbədiləşiblər. Onlar öz həyat və ömürlərin xalqlarına həsr etmiş və həyatı boyları nəfəslərin elin nəfəsinə bağlamışlar. Elin kədəri ilə hüzünlənib və şadlıqları ilə şənləniblər. Və bir sözlə millət üçün yaşayıb və millət üçün olmuşlar. Rəhmətlik Döktür Zehdabilər, Həsən Azərbaycan, Aşıq Cəfar və hələ qırxı çıxmamış Əziz Qurbəli, Çəngiz Bəxtavər, Mühəndis Əmani, Rıza Qəfvari, Döktür Şəhabi, Döktür Heyyət, Döktür Fərzanə, Arəş Azad, Hacı Ahirisi, Döktür Şeyda, Döktür Sərdarniya və Ali Təbrizli və sair dostlarımız. Onlar bizim ürəyimizdə yaşayırlar. Ola bilsin ki, onların elə bir malı, mülki, mizi, idarəsi, məclisi, silahı, sürsatı olmamış. Amma bir həqiqət var, o da bu ki, onlar həqiqi sultanlardır. Çünki onlar millətin gönlündə təxt salmışlar. Və millətin ürəyin fəth etmişlər. Elə o əbədiləşən insanların birinin birinci il dönümündə burada məzarı başında toplaşmışlar. Rəhmətli Həsən Azərbaycan, incəsənət və ədəbiyyatçılar ona Həsən Dəmirçi deyirdilər. O dəmirçi təxəllüsü ilə şeir yazırdı və dəmirçi peşəsi ilə məşğul olurdu. Amma onun şeiri də, sazı da, işi də, elə yaşayışı da, hər bir varı və yoxu da Azərbaycan üçündür. Elə buna görə də xalq ona Azərbaycan adı vermişdir. Həsən Azərbaycan. Həsən Azərbaycan, Azərbaycan üçün doğdu, Azərbaycan üçün yaşadı. Azərbaycan uğrunda mübarizə apardı və Azərbaycan üçün oldu. Və bir il bundan əvvəl o tayı misali az görünən mərasimlə burada torpağa tapşırıldı. O, özündən sonra bir yol qoydu, bir məktəb bıraxdı. O məktəb eşq və sevgi məktəbidir. Vətən eşqi, millət sevdası, Azərbaycancılıq yoludur. Və bu yol bugün daha güclü, daha kəskin devam edir. Elə bu yolun davamçılarından olan və keçən il burada dəfn mərasimində bizimlə olan və bugün yersiz və həqsiz səbəblərdən duslaqlarda olan hörmətli Abbas Lisani bəy bugün burada yoxdur və yeri görünür. Umud edirik bu kimi işləri görənlər öz səhvlərin və bu işlərin nəticəsiz olduğunu başa düşsünlər və bütün zindanlarda olan dostlarımıza bir an öncə azadlığa qovuşsunlar. Rəhmətli Həsən Azərbaycana qəni-qəni rəhmət diləyir və sizlərin hər bir təşkilatçıdan zəhmət çəkib burada iştirak etdiyinizə görə təşəkkür edirəm. Və sözümü bir dahi Türk şairi Seydi Madəddin Nəsiminin şeiri ilə bitirirəm. Ey xəstə könül, dərdinə dərman tələb eylə, gər can diləyirsən, yeri canan tələb eylə. Ey bülbülü qudsi, nə giriftar qəfəssən, sındır qəfəsin, tazə gülüstan tələb eylə. Sağ ol.
Dünya senin, dünya benim, dünya heç kimin. Ama bu ne senin ne benim olan dünya elbette ki belə insanların uğrunda baş əyəcəkdir. Ta dünya var, insaniyet var ve insanlığa saygı duymak vardır. Üstad Həsən Ağa'nın yolu da inanır ki vardır. Türk ve Türk inancılarının kaynağı olan Oğuzname'de bir söz çekildi. Kainatın kuruluşunda birinci demek ki güneş öz ışığını vurdu denize, suya. Bu ışıklar iki tür şuur yarandı. Birinci şuur dahilik, medeniyet, ferheng, kültür şuuru oldu. Ve Azerbaycan inancılarına, Türk inancılarına gelinende bu şuurun en büyük temsilcisi dedem oldu, babam oldu. Ve bu şuurun o birisi yolunda bizim Köroğlu'muz, yani mübarizemiz, bizim dayanışımız, bizim boyamışımız, bizim direnişimiz dayandı. Ve Köroğlu'nun hizmeti de bununla temsil oldu. Ve bugün Azerbaycan, Güney Azerbaycan başta olmakla İran Türklerinin milli medeni yollarına biz baktıkta, bu yolun gerçekten de o Köroğluluk yani mübarize oldu. Abbas Bey İsa'nı kimi ve azizlerimizin birçok, Mustafa'da olanlarımızın birçok temsil ettiği kimi bizim dahiliğimizi, bizim ululuğumuzu, bizim milletimizi milli marife götürenimizle Üstad Həsən Ağa Dəmirçi oldu. Üstad Dəmirçinin ruhunun büyüklüğünün karşısında başlayıp her birinizden istəyirəm ki, deyəsiniz, Üstad, eşq olsun Üstad sənin yoluna. Ancaq mənim kimi bir öyrənizdə ki, həm ədəbiyyat öyrənisi və həm əziz üstadımızı, böyük üstadımızın öyrənisi sayılır. Bir yaxlıyalan şeir demək düşər, çox da oxuyub bulduğumuzda. Vətən toprağımın hər oğulların, al ulu boynuna üzün al olsun, bizim için ölmeyen Azerbaycan'dır, canımız bin dönem ona kurbandır, sil gözyaşlarını başını sağ olsun, and olsun Babək'in al bayrağına, bu vətən ocağının baş ocağına, dünyamız dönse de kan çanağına, öldü var, döndü yok kutsal yolundan, yaslı ellerinin yapış yolundan, canlı sıksa da ayrılık kalır, eriyip atmasın kömrünün yağı, dikmesin bağrını əzizlər dalı, qəbirlər üstündə mümkün bitir, bir Həsən Ağa yerine minlerin, milyonların yetir. Ulu Ustada rəhmət, sizə can sağlığı, əziz Ustadın ailəsi, başı sağ olsun, başınız sağ olsun. Xəzərin sırdaşısan, sənə ölmək yaramaz, dərdlərin dərmanısan. Şüşlərin çargahın döngələrində vətən havasını gəzdirən adam, Təbrizin qaranlıq gecələrində zülməti əlindən bezdirən adam, düşdüyü yerindən dostu qaldıran, yardıma bir anda həy olan Xızır, toylarda azadlıq marşı çaldıran, bir millət könlündə adını yazır. Nə yordu istintaq, nə yasak səni, kişinin sözü də, üzü də birdir. Vətən səni sevdi, sən də vətəni. Azadlıq olmayan vətən qəbirdir. Ardından heç kimsə öldü deyənməz. O gedən cisminin yorğunluğudur.
dəmirçi yolundan döndü deyənməz. Azərbaycan yolu vətən yoludur. Milyona bölünüb ürəklərdə sən vətənin mücərrəd qalası oldun. Hər dildə Həsəndir, hər yerdə Həsən. Bu yurdun tək Həsən ağası oldun. Qurtuluş günündə anılacaqsan, bir millət şəklinə dönüb baxacaq. Bəlkə də sevincdən ağlayacaqsan, azadlıq bayrağı dalgalanacaq. İşte bu, türklüğün möcüzəsidir. Bir ölər, milyonla dirilər birdən. Ölməyən azadlıq həmasəsidir. Yaşasın azadlıq, yaşasın vətən. Yaşasın azadlıq, yaşasın vətən.